Bir de bir Şəbnəm Tovuzun telefonuna danışdım, ağladı. Dedi, ne olub? Dedi, əlim dişi ağrıyır. Dedi, mən 5 gün Rusiyadan qayıda bilmirəm. O dedi, bilmir, toy, saat, uşaq da deyir ki, mama səni istəyirəm. Başa sala bilmirəm ki, mən işə getmişəm də. Ona görə, Günlər, niyə gözün qaldı ki? Çətindir bu sahə, Günlər. Bu sahədə yaxşı olmaq da çətindir, pis olmaq da çətindir. Niyə özü qadınlara bir səfər belə bir şey yox idi. Əvvəl biz bilmədiyimiz o xalq dərsləri var ki, illərlə bir-birini davi edir. Əvvəl TikTok yox idi, Instagram yox idi, telefon yox idi deyə onların etdikləri qalıb yaddaşlarda. Onları sizlər bilirsiniz, biz bilirik. Gənc nəsil bilinir axı. Və onlar çıxıb xalqa öyrət nəsiyyət verən, deyirlər ki, onlar aydan arı sudan durur. Amma bugün hər şey insanlar TikTok açır, əsəblərinə hakim ola bilmir söyür kimsə. Biz elə bir zamanda yaşayırıq ki, dünən mənə bir şey yazdılar, mənim 7 qatımdan keçdi, amma çox pis oldum. Mən yazdılar ki, heç balondan yarım yazdım. Mən, bilsəm necə oldu? Mən bunu istəmirəm. Yazdılar o adamı bir dənə onu deyim ki, inşallah sən böyük adamsın, valideynlərinsən. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, bilmirik yadındır ki, yazan insanları, baxın, kimsə pisliyi görmək istəyirsə, o pisliyi verir. Yəni, bir insanın balatlı günləri müğənniləri bəzi bəxtəvərdir. Heç bir müğənni bəxtəvər ki, Allah verən səslidir olub da. Niyə ağladın ki, Günlər? Çətindir mi? Bahar xanım kövrələndə artıq mən bildim ki, övladından danışacaq. Bugün mənim anamın da doğum günüdür. Ona görə biraz kövrəldim. Məsələn, ana baxır sənə indi alacaq. Bəli, əlbəttə.